Qəribədir, niyə belə mesaj gəlsin? Əslində çox adama gəlib mesaj, mənə isə indi çatıb. Bu mesajın məqsəd nədir, nə deməkdir? Belə mesajlarda linklərə daxil olmasanız, bank kartınızın bloklanacağı və ya cərimə olunacağınız yazılır. Eyni zamanda linkdə olan məlumatların təsdiqi tələb edilir. Bu üsulla istifadəçilər saxta linklərə yönləndirilirlər. Adətən həmin linklərə daxil olarkən Azərpoçtun və digər qurumların veb-saytla klonlanmış versiyasını görürük və həqiqətən də sanki o saytdır kimi görsənir. Ancaq biz linkə diqqət etsək görərik ki, nə qədər qurumun veb-sayt linkinə oxşasa da mütləq şəkildə müəyyən fərqlər olacaq. Məsəl üçün, adətən O hərfini sıfırla əvəz edirlər. M hərfi yazmaq üçün R və yanına N hərfi yazırlar, sanki M kimi görsənir. Bəs bu mesajları rəsmi mesajlardan necə fərqləndirmək olar? Və ya belə linklərə daxil olmuşuqsa, bundan sonra nə etməliyik? Bank tətbiqlərimizdə ikili qorumanı aktivləşdirməliyik. Hətta onlar bizim məlumatlarımızı əldə etsələr belə, pul çəkmək istəsələr, maliyyət oğurluq etmək istəsələr, ikili qoruma vasitəsilə OTP kodu əldə etməlidirlər və təbii ki, bu da yalnız sizin telefon nömrənizə gələcək. Və eləcə də cert.gov.az saytı var ki, ora daxil olaraq, orada insident bildir bölməsi var ki, dövlətimizin təhlükəsizlik qurumlarından bu barədə kömək ala bilərik. Yeni kiberdələduzluq dalğasının sürətlə yayılması hüquq mühafizə orqanlarını da hərəkətə gətirib. Belə ki, vətəndaşlara mütəmadi xəbərdarlıqlar edilsə də, hələ də kiber cinayətkarların tələsinə düşənlər var. Vətəndaş həmin informasiyanı dəqiqləşdirmədən qarşı tərəfin istədiyi prosesləri yerinə yetirir. Eyni zamanda vətəndaşlara müxtəlif marketlərin, həmçinin bankların adından phishing məqsədi ilə linklər göndərilir ki, sizin nömrəniz kampaniyaya düşüb, həmin kampaniyadan yararlanmaq istəyirsinizsə, linkə daxil ola bilərsiniz. Və vətəndaşlar linkə daxil olduqdan sonra isə orada fake profillərlə məhz bu kampaniyadan yararlandıqlarını bildirirlər. Rəqəmsal təhlükəsizlik hər kəsin öz məsuliyyətidir. Diqqətli olmaq isə bizi belə təhlükələrdən sığortalayır. Səma Pənahova, Zaur Haşimov, Telesəhər.